Salam əziz abituriyentlər, mən Daşqın müəllim. Bugün sizinlə son illərin qəbul imtahanına düşmüş ibtidai funksiya və integral mövzusunda bir neçə sualın həlli ilə tanış olacağıq. Əgər bu cür videolar sizlər üçün həqiqətən faydalıdırsa, mütləq videonu bəyənib kanala abunə olmağı unutmayın. Keçək suallarımızın izahına. İlk sualımızda deyir ki, 0-dan 2-yə qədər integralımızın sərhədləri var. 2x dx integralını hesablayın. Gəlin indi əziz abituriyentlər, bu sualı sadə bir sualdır. Bu şəkildə yazaq. Biz bilirik ki, 2x-in ibtidai funksiyası x kvadratıdır. Sərhədlərimiz 0-dan 2-yə qədərdir. Bərabərdir. Birinci yuxarı sərhəddi yerinə qoysaq, 2-nin kvadratı çıxaq 0-ın kvadratı. O da bərabərdir. 4 çıxaq 0 bərabərdir 4. Doğru cavabımız olacaq B bəndi. Keçək ikinci sualımızın izahına. İkinci sualımızda integralın sərhədləri 1-dən 2-yə qədər x kubu çıxaq x kvadrat plus x minus 1 bölünsün x minus 1 dx integralını hesablayın deyir. Bu cür integralları hesablamaq üçün çalışmaq lazımdır. Əgər ixtisar olunan ifadələr varsa, əvvəlcə ixtisarımızı edib daha sadə bir ifadə alaq. Gəlin indi mən sizin üçün belə yazım. İntegral 1-dən 2-yə qədər yuxarıdan məsələn x kubu və x kvadratından x kvadratını ortaq vuruq kimi çıxartsam alınacaq x minus 1 üstə gəl x minus 1 məxrəcimizdə nə var? Məxrəcimizdə x çıxaq 1 ifadəsi var. Biz yenə bu ifadəni demək sürətdən x minus 1-i ortaq vuruq kimi çıxarsaq integral 1-dən 2-yə qədər sürətdən x minus 1-i ortaq vuruq çıxartdım. Aldığım x kvadratı plus 1, məxrəcdə isə x minus 1, yenə bir dx-imizi yazırıq. Buradan x minus 1-lər ixtisar gedən ifadələrdir. İxtisarımızı aparsaq, alınır bizdə bərabərdir. İntegral 1-dən 2-yə qədər x kvadratı plus 1 dx. Əziz abituriyentlər, artıq sadə bir ifadə qaldığına görə biz yaza bilərik ki, bərabərdir. X kvadratının ibtidai funksiyası x kubu bölünsün 3-dür. Sərhəddimiz 1-dən 2-yə qədərdir. Üzərinə gəl 1-in də ibtidai funksiyası x-dir. Sərhəddimiz 1-dən 2-yə qədər. Artıq qiymətləri hesablaya bilərik. 2-ni yerinə qoysaq, 3-də 2-nin kubu, belə deyək də 2-nin kubu çıxaq bizdə 3-də 1-in kubu, 3-də 1-in kubudur. Üstə gələk bu ifadədən, biz bu ifadədən üzərinə gəlməliyik ikinci ifadəmizi. Yəni x-in yerinə 2 qoysaq 2 çıxaq 1. Buradan nə alırıq əziz abituriyentlər? Baxaq ki, buradan alınacaq 3-də 8, 3-də 8 çıxaq 3-də 1. Çıxaq 3-də 1, üzərinə gəl 1. Ortaq məxrəcimiz desəkdir 3-dür. Onda nə olacaq? 8 çıxaq 1, üzərinə gəl 3. Bu da bizə verəcək 3-də 10 qiymətidir. Doğru cavabımız oldu 3-də 10, yəni Y variantı. Keçək növbəti sualımızın izahına. Növbəti sualda bilirik ki, yazılıb integral mənfi pi bölünsün 2-dən 0-a qədər. Kök altında 1 minus kosinüs kvadratı x dx. Əziz abituriyentlər, gəlin burada əsas eyniliyimizi yadımıza salaq. Yəni sinus kvadratı alfa üzərinə gəl kosinüs kvadratı alfa bərabərdir 1. Bu eynilikdə biz sinus kvadratı alfanı təyin edə bilərik ki, sinus kvadratı alfa bərabərdir 1 çıxaq kosinus kvadratı alfa. Demək, 1 çıxaq kosinus kvadratı əvəzinə biz sinus kvadratı alfa yaza bilərik. Gəlin yazaq. Onda nə alınacaq? İntegral mənfi pi bölünsün 2-dən 0-a qədər kök altında sinus kvadratı x dx. Belə bir ibtidai funksiya aldıq. Gəlin indi sinus kvadratı modulda çıxaraq, demək, mənfi pi bölünsün 2-dən 0-a qədər modulda sinus x dx. Əziz abituriyentlər, biz bilirik ki, 0 və mənfi pi bölünsün 2 aralığı, yəni bu integralın sərhədləri olan aralıq 4-cü rübə düşür. 4-cü rübdə sinus mənfi olduğuna görə moduldan çıxarkən mənfini mütləq şəkildə qarşıya atdıq. Mənfi qarşıda oldu. Mənfi pi bölünsün 2-dən 0-a qədər. Sinus mənfi çıxdı, qarşıya atdıq. Demək, sinus x dx. Bu şəkildə bir ibtidai funksiya almışıq. Gəlin indi ibtidai funksiyasını təyin edək.
İbtidai funksiyanı təyin edəndə biz bilirik ki, burada sadələşdirməmiz aparmaq lazımdır. Yəni, sinus x-in ibtidai funksiyası mənfi kosinus x-dir. Mənfini də qarşıya aparsaq, kosinus x sərhədlərimiz mənfi pi bölünsün 2-dən 0-a qədər deyə bilərik. İndi kosinus x-in qiymətlərini yerinə qoysaq, 0, demək kosinus 0 çıxaq, kosinus mənfi pi bölünsün 2 deyə bilərik. Mənfi pi bölünsün 2, 270 dərəcə deməkdir. 270 dərəcədə bilirik ki, kosinusun qiyməti 0-a bərabərdir. 1 çıxaq 0 bizə verəcək 1. Doğru cavabımız oldu 1A bəndi. Yəni, keçək növbəti sualımızın izahına. Demək, əzabətdə şirklənmiş hissənin sahəsini tapır deyir. Burada biz bilirik ki, verilmiş funksiyamız y bərabərdir x üstü 4-dür və sərhədlərimiz 0-dan 1-ə qədər verilir. Demək, integral 0-dan 1-ə qədər x üstü 4 dx-i hesablamaq tələb olunur. Bu cür suallarda isə demək, sadə bir sualdır. X üstü 4-ün ibtidai funksiyası x üstü 5 bölünsün 5-dir. Sərhəddimiz 0-dan 1-ə qədərdir. Təyin etsək, demək, birinci 1-i qoysaq yerinə 5-də 1-in üzərində 5, çıxaq 5-də 0-ın üzərində 5. Bu da verəcək bizə 5-də 1 qiymətini. Doğru cavabımız C variantı. Keçirik növbəti sualımıza. Növbəti sualımızda bizə deyir ki, integralın sərhədləri demək 2-dən 5-ə qədər fx dx bərabərdir 10 olarsa, 2-dən 5-ə qədər fx plus 1 dx-i hesablayın. Yəni, əzabətlər, birinci bu hissəni sadələşdirək. Ayrı-ayrılıqda parçalaya bilərik. Yazıram ki, integral 2-dən 5-ə qədər fx dx üzərinə gələk, integral 2-dən 5-ə qədər 1 dx. Yəni, bu şəkildə yazsaq, bu hissəni biz əvvəlcədən 10 olduğunu bilirik. Yəni, bu 10-dur. Bunu hesablamamıza ehtiyac yoxdur. Keçirik ikinci hissənin ibtidai funksiyasına. Demək, 10 üzərinə gələk, 1-in ibtidai funksiyası x-dir, sərhədləri 2-dən 5-ə qədərdir. 10-da gətirib yerinə qoysaq, 10 üzərinə gəl, 5 çıxaq, 2 alırıq. Bu da 13-ə bərabərdir ki, doğru cavabımız A bəndində qeyd olunubdur. Keçək növbəti sualımızın izahına. Növbəti sualımız da çox sadə bir sualdır. Y üstü x funksiyasının ibtidai funksiyası, onda bilirik ki, y üstü x-dir. Demək, bərabərdir şəklində davam edirəm. Y üstündə x sərhədlərimiz 0-dan 1-ə qədər. Demək, birinci 1-i qoysaq, y üzərində daha doğrusu 0-dan 1-ə qədər yox, üzrsən, 0-dan 3-ə qədərdir sərhədlərimiz. X-in yerinə 3-ü qoysaq, y üzərində 3, çıxaq y üzərində 0. Y üzərində 0 ifadəsi bizə 1 verir. Onda olacaq y üzərində 3 çıxaq 1. Doğru cavabımız A bəndində qeyd olunubdur. Keçək növbəti sualımıza. Tənliyinin kökləri hasilini tapın deyir. Demək, əvvəlcə əzabətdə biz tənliyin sol tərəfini sadələşdirək, daha sonra sağ tərəfə bərabər edək. Gəlin, indi yazaq. Demək, integral 0-dan A-ya qədər 3x kvadratı çıxaq 6x plus 4 dx. Biz bunu hesablasaq, demək, bilirik ki, bu funksiyanın ibtidai funksiyası 3x kvadratı bizə verəcək, demək, x kubu, 6x verəcək bizə, çıxaq, demək, 3x kvadratı plus 4x. Bu formada bir ibtidai funksiyadır. Sərhədlərimiz 0-dan A-ya qədər. İndi qiymətləri yerinə qoysaq, 0-ı qoysaq bilirik ki, bütün qiymət 0-a bərabərdir. Yalnız A-nı qoymaq kifayət edir. A kubu çıxaq 3A kvadratı plus 4A. Bu şəkildə soldan bir ifadə alır. İndi bərabərləşdirsək, demək, A kubu çıx 3A kvadratı plus 4A bərabərdir. A kubu çıx A kvadratı çıx 8 yaza bilərik. İndi A kubları islah olduğunu bilirik. Digər ifadələri sağ tərəfə keçirsək, demək, mənfi A kvadratı çıx 8 üstə gəl 3A kvadratı çıx 4A bərabərdir 0. Demək, buradan alırıq 2A kvadratı
Çıxaq 4a, çıxaq 8 bərabərdir 0-a. Çevrilmiş kvadrat tənlik yazsaq buradan, alınacaq a kvadratı, çıxaq 2a, çıx 4 bərabərdir 0-a. Bizə deyir ki, tənliyin kökləri hasilini tapın. Hasili V teoremindən necə yaza bilərik? A1 vurulsun, A2 hasili bizə sərbəst həddimizi, yəni nəyi verir? -4'ü verir. Demək, doğru cavabımız olacaq A variantı. Keçirik növbəti sualımızın izahına. Deyir, xətləri ilə hüdudlanmış fiqurun sahəsini tapın. Əziz abituriyentlər, biz bilirik ki, xətlər ilə hüdudlanıb deyilsə, mütləq onları bərabərləşdirib əvvəlcə sərhədləri təyin etmək lazımdır. Yəni, 4x kvadratı çıxaq, daha doğrusu üzr istəyirəm, 4x çıxaq x kvadratı, çıxaq x kvadratı, çıxaq 3'ü bərabər etməliyik 0-a. Mən əvvəlcə hər tərəfi mənfiyə vurub, demək, x kvadratı çıx 4x plus 3 bərabərdir 0 yazıram. Buradan məlum məsələdir ki, tənliyin kökləri x1 bərabərdir 1-ə, x2 bərabərdir 3 yaza bilərik. Cəmi əks işarəli ikinci hədd, hasili sərbəst həddir. Demək, inteqralımızın sərhədləri 1-dən 3-ə qədərdir. Və bizə lazımdır nəyi təyin etmək? 4x çıxaq x kvadratı çıxaq 3'ü təyin etmək lazımdır. Bura bir dx əlavə edək. İndi gəlin bunu hesablayaq, əziz abituriyentlər. Demək, biz bilirik ki, bu funksiyanın ibtidai funksiyası 4x üçün biz nə yaza bilərik? 2x kvadratı yaza bilərik. Yəni, yazaq bərabərdir 2 demək, x kvadratı. X kvadratı üçün yaza bilərik. Çıxaq x kubu bölünsün 3. 3 qoysaq, x kubu bölünsün 3. 3 üçün yaza bilərəm 3x. Sərhədlərimiz isə 1-dən 3'ə qədər. İndi qiymətləri hesablayaq. Əvvəlcə 3 qoyaq ifadəmizin yerinə. 3 qoysaq, 2 vuraq 3'ün kvadratı, çıxaq 3'də 3'ün kubu, çıxaq 3 vuraq 3. Buradan çıxmalıyıq biz demək 1'in qiymətini. 2 vuraq 1'in kvadratı, 1'in kvadratı, 3'də 1'in kubu, çıxaq 3'də 1'in kubu, çıxaq 3 vuraq 1. Qiymətləri hesablayaq, gəlin görək nə alır. Demək, birinci yazılıqdır 9, 2, 18, çıxaq 27'ni 3'ə bölsək 9, 3'ü 3'ə vursaq 9. Məlum məsələdir ki, artıq birinci mötərizəmizin içi 0'dır. 18 çıx 9, çıxaq 9, 0 verir. Daha sonra davam edəyəm, çıxaq 2'ni 1'ə vursaq 2'dir, çıxaq 3'də 1'dir, daha sonra çıxaq 3'dür. Ortaq məxrəcə gətirsək, demək, mənfi mötərizənin qarşısındakı mənfidir. Burada saxladıq, ortaq məxrəcimiz 3'dür. 3'ü 2'yə vursaq 6, çıxaq 1, çıxaq nə olacaq? 9 olacaq. Bu da bizə verəcək, demək, mənfi 3'də mənfi 4. Bu da bizə verir, mənfi mənfiyə dəydiyinə görə müsbətə çevrilir. Olur müsbət 3'də 4, yəni doğru cavabımız D variantında qeyd olunub. Keçək növbəti sualımızın izahına. Deyir ki, 1-dən 4'ə qədər 2 sinus kvadratı x dx üstə gəl 1-dən 4'ə qədər 1 plus kosinus 2x dx integralını hesablayın. Əziz abituriyentlər, burada artıq sinusun üzəri 2 olduğuna görə cüt dərəcədəndir. Biz onu dərəcə azaltma düsturundan istifadə edək. Yadımıza salırıq demək, bizim demək sinus kvadratı x bərabərdir 1 minus kosinus 2 x bölünsün 2. Bu formada yaza bilərik. 1 minus kosinus 2 alfa bölünsün 2 şəklində yazıla bilər. Onda gəlin sadələşdirməmizi aparaq. İntegral 1-dən 4'ə qədər. 2'ni qarşıda olduğu kimi yazdım. Sinus kvadratı x dx əvəzinə yazıram. Demək, 1 minus kosinus 2x bölünsün 2 dx. Üzərinə gəl, integral 1-dən 4'ə qədər 1 plus kosinus 2x dx. İfadəmizi yazdıq. Əvvəlcə ikiləri aparsam, daha sonra baxıram ki, integralların sərhədləri eynidir. Onda integral 1-dən 4'ə qədər yazıb, yaza bilərəm. Burada nə qaldı? 1 çıxaq kosinus 2x. Üzərinə gəl 1 plus kosinus 2x ifadəsini yazdıq.
Daha sonra dx-i burada əlavə edirəm. Görürük ki, əziz abituriyentlər, burada mənfi kosinus 2x və müsbət kosinus 2x islah olunur. Qalır bizdə integral 1-dən 4-ə qədər 2dx. Məlum məsələdir ki, 2-nin ibtidai funksiyası 2x-dir. 2x sərhədləri 1-dən 4-ə qədər. Bir dəfə 4 qoysam yerinə 2 vurulsun 4 çıxaq, 2 vurulsun 1 alırıq. Yəni 8 çıxaq 2 də bizə verəcək 6. Doğru cavabımız D variantında qeyd olunub. Keçək növbəti sualımızın izahına. Burada da eyni şəkildə trigonometrik bir integral olduğuna görə əvvəlcə sürətdə sadələşdirməni aparaq. Yəni necə sadələşdirmə aparacam əziz abituriyentlər? Yazıram ki, integral sərhədlərimiz pi bölünsün 3-dən pi bölünsün 2-yə qədərdir. Və birin əvəzinə mən yazıram əsas eyniliyimizi. Sinus kvadratı alfa plus kosinus kvadratı alfa. Yəni buradakı birin əvəzinə istifadə etdim. Daha sonra gəlin çıxaq sinus 2x-i yazaq. Kosinus 2 alfa düsturundan istifadə edək. Və qarşıda mənfi olduğuna görə mənfi kosinus kvadratı alfa əslində çıxaq sinus kvadratı alfadır. Qarşıdakı mənfiyə görə üstə gələk sinus kvadratı alfa olur. Məxrəcdə sinus əslində alfaların əvəzinə x yazaq. Sinus demək x çıxaq kosinus x dx. Bax, bu şəkildə sadələşdirmə etdik. İndi baxıram ki, kosinus kvadrat x və buradakı kosinus kvadrat x bir-birini apardı. İndi baxıram, görün bizim ifadəmiz hansı şəkildə qalıb. Pi bölünsün 3, pi bölünsün 2 sərhədlərimiz sürətdə qaldı. Sinus kvadratı alfa plus sinus kvadratı alfa. Yəni 2 dənə sinus kvadratı alfa ifadəsi sürətdən qalıb. Sinus kvadratı x daha doğrusu sürətdən qalıb. Çıxaq sinus 2x. Sinus 2x-in əvəzinə gəlin sadələşdirmə yazaq. Yazıram 2 sinus x kosinus x. Sinus 2 alfa düsturunda bunun əvəzinə yazdıq. Məxrəcdə də sinus x çıxaq kosinus x ifadəsi var. Burada bir dx-i qeyd edir. İndi gəlin sürətdən əvvəlcə nə edək əziz abituriyentlər? 2 sinus x-i vuruq kimi çıxaraq. Yenə yazıram integralın sərhədləri pi bölünsün 3-dən pi bölünsün 2-yə qədər. Sürətdə olacaq 2 sinus x-i vuruq kimi çıxartdığımıza görə qalacaq sinus x çıxaq kosinus x. Məxrəcdə də eyni ifadə artıq var. Sinus x çıxaq kosinus x. Biz bunları ixtisar edə bilərik. Burada bir dx-imiz də var idi. Bərabərdir. Nə aldıq? 2 sinus x dx. Demək, integral pi bölünsün 3-dən pi bölünsün 2-yə qədər. Demək, 2 sinus x dx. Biz 2-ni qarşıya ata da bilərik. 2-ni qarşıya atsaq alarıq demək. 2 mənfi kosinus x sərhədlərimiz pi bölünsün 3-dən demək pi bölünsün 2-yə qədər. Yəni bu şəkildə təyin etdik. Gəlin indi bu funksiyamızın ardını yazaq. Demək bərabərdir. Ardını bu şəkildə yaza bilərik. Bərabərdir. 2 vurulsun. Mötərizə açıram. Demək, kosinus 90-da demək, mənfi kosinus 90 yazaq. Əvvəlcə kosinus pi bölünsün 2. Çıxaq. Mənfi demək, mənfi kosinus pi bölünsün 3. Pi bölünsün 3 bilirik ki 60 dərəcədir. Onun da qiyməti 2-də 1-dir. Pi bölünsün 3-ü də yerinə qoysaq alınacaq. 2 vurulsun. Burada alırıq demək, kosinus 90-da 0 olduğuna görə 0-a bərabərdir. 60 dərəcədə 2-də 1 olduğuna görə çıxaq, demək, mənfi 2-də 1. Bu da bizə verəcək müsbət 2-də 1. 2 vuraq 2-də 1, o da bərabərdir 1. Doğru cavabımız D variantında qeyd olunubdur. Keçirik növbəti sualımız. Sualda da əziz abituriyentlər, baxırıq ki, integralımızın sərhədləri eynidir. Yəni biz bunu 5-dən A-ya qədər yazıb x plus sinus kvadratı x üzərinə gəl x plus kosinus kvadratı x dx bərabərdir a kvadratı yaza bilərik. Buradan sinus kvadratı x və kosinus kvadratı x bizə 1 verdiyinə görə integral 5-dən a-ya qədər nə alıram? 2x üzərinə gələk 1 dx bərabərdir a kvadratı yaza bilərik. İndi ibtidai funksiyamızı alsaq, ibtidai funksiyamız bizə verəcək demək x kvadratı üstə gəl x
Yəni ibtidai funksiyamız 5-dən a-ya qədər bərabərdir a kvadratına. A-nı yerinə qoysam, alacam mən a kvadratı üstə gəl a, çıxaq, demək, 5-in kvadratı üzərinə gəl 5, bərabərdir a kvadratına. Buradan aldım a kvadratı üzərinə gəl a, çıxaq 30, bərabərdir a kvadratına. Burada a kvadratları islah olsa, a çıx 30 bərabərdir 0-dan, a bərabərdir 30-a. Bizə deyir ki, olarsa bərabər ilə a-nı tapın. A-nı tapdıq demək necə? 30-a bərabərdir. Keçirik növbəti sonuncu sualımıza. Əziz abituriyentlər, bu cür suallarda da bir neçə xassəni artıq bilmək lazımdır. Məsələn, integral 1-dən 2-yə qədər sərhədlimiz. Gəlin bunu belə yazaq. 4x üzərində 3,5. Kök altında x bilirik ki, nəyə bərabərdir? Kök altında x üzərində 2-də 1 deməkdir. Məxrəcdə olduğuna görə, demək 1 bölünsün kök altında x ifadəsi 1 bölünsün x üzərində 2-də 1. Bu bizə verir, demək, x üzərində mənfi 2-də 1 və yaxud da ki, mənfi 0,5 yaza bilərik. Eyni formada burada yazsam, x üzərində mənfi 0,5, demək, dx integralını hesablamamız lazımdır. Əsaslar eyni olduğuna görə üstləri toplasaq, alırıq integral 1-dən 2-yə qədər, demək, 4, x üzərində 3,5, üzərinə gəl mənfi 0,5, dx yaza bilərəm. Demək, əziz abituriyentlər, buradan da baxırıq ki, integral 1-dən 2-yə qədər 4, x üzərində 3, dx ifadəsini aldıq. Bu da bizə verəcək, demək, bərabərdir 4x üzərində 3 ibtidai funksiyası, x üzərində 4. X üzərində 4, sərhədlərimiz 1-dən 2-yə qədər. Burada da sərhədləri yerinə qoysaq, 2 üzərində 4 çıxaq, 1 üzərində 4. O da bərabərdir 16 çıx, 1 bərabərdir 15. Doğru cavabımız olacaq 15. Əziz abituriyentlər, bu cür suallar sizlər üçün həqiqətən faydalıdırsa, mütləq şəkildə videomuzu bəyənib kanala abunə olmağı unutmayın. İnşallah növbəti videolarda görüşərik. Sağ olun.